Birinci suala baxaq. Hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Bazar eyni nitq hissəsinə aiddir. Hər iki mənada isimdir. Biri var alış-veriş etdiyimiz yer, biri də var bazar günü mənasında. Qol sözü insanın qolu mənasında, bədən üzvü, imza mənasında və futbolda topun qapıdan keçməsi nəticəsində əldə etdiyimiz xal hər mənasında da isimdir. Əsər. Deyir ondan bir əsər qalmamışdı. Nə? Eyni mənada aiddir. Bir də nişanə, iz mənasında. Bir də bu əsər maraqlıdır. Nə əsər? Eyni nitq hissəsidir. Buruq saat sifətdir. Neft buruğu isimdir. Deməli, müxtəlif nitq hissəsinə aiddir. 4-ü götürürük. Yad adam sifətdir. Yadım, yaddaş mənasında isimdir. 4-5 cavabımızdır. C variantı. Top da eyni nitq hissəsinə aiddir. Biri var oynadığımız top, bir də var müharibədə olan top. Sonra sütunlarda sual işarəsinin yerinə hansı variantdan sözlər yerləşdirilə bilər? Amonim, zindan, qala. Mətin sözü amonim ola bilməz. Niyə? Mətin ilə yazılırsa iradəli, dözümlü mənasındadır. İsiz yazılsaydı mətin, yəni tekst mənasında olardı. Bu söz paronimdir. Göz sözü bilirik ki, amonim olmur, yalnız çox mənalı olur. Nəticə sözü amonim ola bilər, nəvə nəticə mənasında. Bir də sonda əldə etdiyimiz nəticə. Arzu sözü amonim ola bilməz. Desəz ki, axı arzu insan adı var. Bilirik ki, əgər bir söz həm ümumi, həm də xüsusi isim kimi işlənirsə, biz onu amonim götürə bilmərik. Boya sözü amonim kimi işlənə bilər. Biri var divarı boyamaq, feil. Bir də var ki, boya, yəni rəng, kraska mənasında. Deməli, ya C variantıdır, ya da E variantıdır. İkinci sırada bizdə çoxmənalı sözü istəyir. Kitab sözü çoxmənalıdırmı? Bəli. Ömür kitabı deyəndə çoxmənalı söz kimi işlədirik. Amma biz ora şamı yaza bilmərik. Çünki şam sözü yalnız amonimdir. Yandırdığımız şam, şam ağacı, şam yeməyi. Təkmənalı sözə baxırıq. Təyyarə, avtobus, telefon. Yuva sözü də bilirik ki, çoxmənalıdır. Nəyə görə? Məsələn, quldur yuvası deyəndə çoxmənalıdır. Ona görə biz C ilə D-nin arasında qalmışdıq. Digər variantları da izah elədik nə üçün çıxdı və cavabımız C variantı. Dedik ki, B variantında göz sözü yalnız çoxmənalı olur. D variantında da arzu sözünü biz amonim söz kimi götürə bilmərik. Şirin sözü D variantında çoxmənalı ola bilər. Bəli. Məsələ şirin yuxu. Mürəkkəb sözü isə amonim sözdür. Məsələ mürəkkəb iş, çətin iş mənasında. Şirin yuxu ola bilər, məcazi mənada işlənə bilərik və s. Tutqun fikir, çoxmənalı söz kimi işlənə bilər, amma yenə dedik ki, göz amonim deyil. Avtobus sözü təkmənalıdır, kağız sözü də çoxmənalıdır. Sonra üçüncüyə keçirik. Leksik mənaları eyni nitq hissəsinə aid olan amonim sözü müəyyənləşdirin. Deyir, leksik mənalar eyni nitq hissəsinə aid olsun. Yağ sözü, yağmaq feili, yağ yediyimiz isim. Yay, xəmiri yaymaq, bir də var ki, yay fəsil mənasında feil və isimdir. Yad, özgə mənasında, yad adam. Bir də var ki, yaddaş mənasında müxtəlif nitq hissəsidir. Yol, toyuğu yol, feil, bir də getdiyimiz yol isim. Yal, itə verilən yemək, isim. Bir də var ki, atın saçı, yəni yal. Hər iki mənada isimdir, ona görə də 3-də E cavabımızdır. 4-də fərqləndirilmiş sözlərdən biri yalnız amonim kimi işlənir. Ümumiyyətlə, uşaqlar, variantların hamısında fərqləndirilmiş sözlər amonim kimi işlənir. Burada deyir ki, yalnız amonim, yəni deyir, çoxmənalı kimi işlənməsin. Dolu sözü çoxmənalı ola bilir. Məsələ, dolu fikir, yəni dolu vedrə deyəndə həqiqi mənadadır. Məsələn, biz onu məcazi və yaxud da dolu adam, yəni kök adam mənasında. Sonra, yəni burada yalnız amonim olmur, çoxmənalı da olur. B variantında yol, kəndimizdən bir yol saldıq şəhərə. Bir də deyir ki, kədərli yol çoxmənalı olur. Yəni məcazi mənada işlənsə bilir ki, çoxmənalıdır. Tut, məsələ xəbər tut. Bunu da çoxmənalı kimi işlədə bilirik. Dil, məsələ ayaqqabının dili. Bu da çoxmənalı oldu. Amma tala sözü yalnız amonimdir. Biri var meşədə boş olan ərazi, tala. Bir də var ki, məsələ deyirik Qazanxanın evi talandı, yəni işğal olundu o mənada. Ona görə edir. 5-də aşağıdakı cərgələrdə məna tayları yalnız feil isim olan neçə söz işlənmişdir? Feil isim. Çapmaq, biri var at çapmaq, feil, bir də var çap maşını, isim. Biri çap sözünü götürürük. Dən sözü feil mənasında işlənə bilmir. Yaş sözünün bir mənası sifətdir. Məsələ yaş dəsmal. Kürümək feil, bir də var ki, kürü balığın kürüsü isim. Çap və kürü sözünü götürürük.
Azın məna taylarından biri saydır, amma bizə feillə isim lazımdır, azı götürə bilmərik. Daş yerdəki daş, bir də var ki, məsələn, çaydanın daşması isim feil ola bilər. Acı sözünün mənası sifətdir. Daha doğrusu məna taylarından biri sifətli feil ola bilmir. Çatmaq, biri var ki, çat, yəni evə çat. Bir də var ki, çat qab, necə qab. Deməli, 3 dənə. Sonra verilmiş, yəni B variantı. Verilmiş sözlərdən biri həm amonim, həm də çoxmənalı sözdür. Kök sözü həm elə amonimdir, həm də çoxmənalıdır. Məsələn, bizim kökümüz deyəndə nəsil kök mənasında çoxmənalıdır, məcazi mənada. Amma ağacın kökü həqiqi mənadadır, yəni amonim götürürük. Yediyimiz kök, yəni markov deyirik, hansı ki, o mənada amonimdir. Bir də kök adam mənasında amonimdir. Dedik ki, nəsil kök mənasında çoxmənalıdır. Amma tala sözü də tala sözü yalnız amonim olur, ayaq sözü çoxmənalı olur, baş sözü yalnız çoxmənalı olur, ağız sözü çoxmənalı olur. 7-də sözlərin amonim məna tayları ilə bağlı uyğunluğu müəyyən edin. İsim və feil kimi yara. Bir var işə yaramaq, bir də var əldəki yara. Başlanğıc formaları eynidir, amonim götürə bilərik. İsim və feildir. Qovaq, saça düşən qovaq isimdir. Bir də var ki, qovaq ağacı o mənada isimdir. Desəniz ki, müəllimə, kimisə qovaq, onda başlanğıc forma fərqli olur. Kimisə qovaq olanda sözün kökünü qov götürürük. Aqda qrammatik olur, ona görə qovaq sözünü isim və feil kimi amonim götürə bilmərik. İsim və isim kimi, yəni saçdakı qovaq, kəpək mənasında, bir də qovaq ağac mənasında götürə bilərik. Qax, biri var ki, meyvə qurusu, biri də var ki, nəyisə yerə çırpmaq, qaxmaq mənasında, bunu da götürə bilirik. Amma desəz ki, qax şəhər mənasında olmaz. Çünki həm ümumi, həm xüsusi kimi işləndə o mənada onu götürə bilmərik. Deməli, sifət və feil kimi bəs hansını götürə bilərik? Sıx sözünü, biri var deyirik sıx meşə, necə meşə, bir də var deyirik paltarı sıx nə et? Deməli, A variantı cavabımız. Qarışla kök sözdə amonimdə, amma sifət və feil kimi yox. Feillərdən biri amonimdə keçinmək. Keçinmək biri var yaxşı evin içində, yaşadığı yerdə yola getmək, bir də var ki, keçinmək ölmək mənasında. Boş xanalara hansı hərfi yazsaq deyir amonim alınar. A hərfini say olanda say, saç, çal, yal. Yalı qeyd etdik. Biri var atın saçı mənasında, bir də var itlərə verilən yemək. Çalmaq, biri var arı çaldı, biri var ağarmış saç, bir də var musiqi çalmaq. Saçmaq, yəni insan işıq saçmaq, bir də var saç mənasında. Say da nitq hissəsi kimi say, bir də var ki 1, 2, 3 və s. 10-da hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Mürəkkəb çətin necə, bir də var mürəkkəb yazı yazmaq üçün nə? Müxtəlif nitq hissəsi biri götürürük. Nəticə eyni nitq hissəsi götürə bilmərik, qurdu götürə bilmərik. Cır, kitabı cırmaq nə etmək? Bir də var cır, yəni yetişməmiş cır alma necə? Cavabımız 1, 4, D variantı. Nömrələnmiş sözlərdən hansılar amonimdir? Qarı sözü. Biri var qoca qarı mənasında, bir də var ki, görüm səni qarı, yəni qocal mənasında. Elə qarıda qoca mənası var. Biri götürürük, qovaq amonimdir. Qeyd etdik bayaqları. 1, 2, nərə amonim deyil. Çünki tələffüzü fərqlənir. Biri var deyəsən nərə balığı, nərə, bir də var nərə çəkdi. Uzanmaya görə fərqlənir. Bu amonim deyil. Düz iki mənası olur da. Saitin uzanmasına görə fərqlənir. Biri var nərə balığı, deyəsən Koroğlu dəli nərə çəkdi. Amma bunu biz amonim götürə bilmərik. Dəm sözü də biri var dəm qazı, bir də var sərxoş adam. Cavab 1, 2, 4 E variantı. Göz sözü də amonim ola bilmir. Hansı cərgədəki bütün sözlər amonim sözlərdir və yalnız cingiltili samitlərdən ibarətdir? Cingiltili olsun, kar samitləri çıxardaq. A variantında s-nı çıxardırıq, B variantında gül, yay, qol. Cingiltili də həm də amonimdə saxlayırıq. C-də k, kardı çıxardırıq. D variantında ç, kardı çıxardırıq. E variantında ş, kardı. Bizə deyir həm cingiltili olsun, həm amonim, o da B variantı. Sonra 13-cü suala baxaq. Gül sözləri deyir nədir burada? Amonimdir. Birində deyir gül oğlum, bir də deyir ki, bir deyir ay afərin gül oğlum. Burada yəni gül, təmiz çiçək mənasında. Bir də deyir ki, sonra danış gül oğlum. Burada feildir, deməli amonimdir E variantı. Hansıdakı sözlər həm amonim, həm də yazılışı ilə deyilişi fərqlənir?
Yay sözünün yazılışı deyilişindən fərqlənmir, A variantını çıxardırıq. Nəticə sözünün yazılışı deyilişindən fərqlənmir, C variantını çıxardırıq. Qazan sözünün yazılışı deyilişindən fərqlənmir, E variantını çıxardırıq. Deməli, ya E-dir, ya da D-dir. Həm deyir yazılışı deyilişindən fərqlənsin, həm də amonim olsun. Mənsəb sözü də amonim olmur, ona görə yox, A-da yayı çıxartmışdıq, ya B-dir, ya D-dir. Mənsəb sözü də deyirik amonim olmur, ona görə uçmaq, oynaq, qılar x olur. Yazılış deyilişindən fərqləndi. Uçmaq biri var ki, qanad açıb uçmaq mənasında, bir də uçub tökülmək, haransa yerlə bir olmağı. Oynaq da biri var deyirik oynaq adam, yəni mahnı oynamağı, musiqi çalanda oynamağı xoşlayır. Bir də var sümük mənasında, B variantı. Amonim sözdür, yazılışı və tələffüzü fərqlənir, ahəng qanuna tabedir. Keçirmək. Baxın, amonim söz dimdik amoqrafdır. Ya vurğusu dəyişməklə mənası dəyişir. Biri var quşun dimdiyi, bir də var dimdik dayanmaq. Həm də deyir yazılış deyilişdən fərqlənsin elə. Təmsil sözündə yazılış deyilişdən fərqlənmir, surətdə fərqlənmir. Ayaq sözdə amonim deyil, çox mənalıdır. Qalır keçirmək. Keçirmək biri var işığı söndürmək mənasında, bir də var bir ipi başqa bir ipə keçirmək. B variantı. Hansı birləşmənin hər iki tərəfi həm amonim, həm də çox mənalı söz kimi çıxış edə bilirlər? Baxın, B variantında ətək sözü, dağın ətəyi, donun ətəyi, bu amonim ola bilmir. Deyir, hər iki tərəf həm amonim, həm də çox mənalı söz kimi çıxış edə bilirlər. Daş, yol sözü, bu A variantını götürə bilərik. C variantında A-yı sözünü çıxardırıq. Kitab sözü D variantında amonim ola bilmir. E variantında da göz sözü amonim ola bilmir. Ona görə A. 17. Fərqləndirilmiş sözlərdən hansılar amonimdir? Baxın, zümrüd sinifin əlaçıdır, xüsusi isimdir. Zümrüd bilərdik, ümumi isimdir. Deməli, ümumi və xüsusi isim olan sözlər biz amonim götürmürük. B variantında əsər sözü fərqləndirilmiş sözlərdən hansılar amonimdir? Aynur dincəldikdən sonra yorğunluğundan əsər qalmamışdır. Buralardan külək əsər. Külək əsər deyəndə başlanğıc forması fərqli olur deyə uşaqlar. Sözün kökü burada başlanğıc forma əsdi, burada əsərdi, olmaz. Əsər sözü özü amonim kimi işlənə bilər. Biri var iz, nişanə mənasında, biri var oxuduğumuz əsər mənasında. Amma külək əsər mənasında biz onu amonim götürə bilmirik, ona görə səhvdir. C variantında 6-5-dən bir vahid böyükdür. Ağacın altı sərin idi. Burada da başlanğıc formalar fərqlidir axı. Olmaz. D variantında dimdik vurğusu dəyişməklə mənası dəyişən sözdür. Amoqrafdır. Y variantı bizim cavabımızdır. Biri var deyir nəvə nəticə mənasında, bir də var əldə olunan nəticə. 18-ə baxaq. Birinin mənası səhv verilib. Nadan avam cahildir, düzdür. Cömərd xəsis eqaist, xeyr. Əslində cömərd əlaçıqdır, ona görə də B variantı. 19. Rasim həm çox mənalıq, həm də amonim xüsusiyyətinə malik olan sözləri sadalayır. Sinif yoldaşlarından biri onun dediyi bir sözə razılaşmır. Yəni demək istəyir ki, verilən sözlərdən biri həm çox mənalı, həm də amonim deyil. Burun sözü həm amonimdə, həm çox mənalıdır. Amma qayın sözü çox mənalı ola bilmir. Qayın bir ağac növdür, bir də var qohum mənasında. Ona görə də E variantı. 20-də də qeyd eləyək. Klaster əsasən yanlış olanı seçin. Deyir, həm amonim, həm çox mənalı sözü yanlış deyirsə, deməli həm amonim, həm çox mənalı olmayanı seçməliyik. Baxın, yay sözüdür, kök sözüdür, belədir. Amma aşıq sözü çox mənalı deyil, amonimdir. Üçbucaq da bir dənə hansı variantdadır? B variantıdır. Bir də yar sözü. Yar sözü də amonimdir. Yar deyilmə üzr say, yal sözü. Amonimdir, amma çox mənalı deyil. Ona görə də B variantı.